var. Elə ki insan Allahı sevmədi, Allahdan başqa istiqamətlərə yönəldi, deməli bu insan fitrətinin əleyhinə çıxdı. Bütün peyğəmbərlər gəldilər bizi kamil insan eləmək üçün. Ondan sonra bizə buyurdular ki, əgər istəyirsən kamil insan olasan, 3 dənə sifəti özündə canlandırmalısan. 1. Sünnətun min Rabbih. İnsan əqidəli olmaq istəsə, birinci Allahdan bir sifəti irs aparmalıdır. Və huvə ixfaus sir. O da sir gizlətmək, sir saxlamaqdır. Alimlər deyirlər ki, insanlara 2 cürə sir bizdə ola bilər də. Bir öz sirrimiz ola bilər. Bir də kimsə bizə sirrini danışa bilər. Kiminsə sirri bizdə əmanət ola bilər. Bizim öz sirrimiz budur ki, bəzən Allah tərəfindən insana bəzi mənəvi qapılar açılır. Allah insana bəzi mənəvi qapılar açır. Bir salavat zikr edin inşallah. Allah bəzən insana bir mənəvi qapılar açır. İnsanlar o mənəvi qapıları heç kimə danışmamalıdırlar. Buyurur ki, hər kiya əsrar-ı həq amuxtənd, mahur kərdənd o dəhənəş duxtənd. Allah öz sirlərin öyrətdiyi insanların ağzına qıfıl vurar ki, Allahın sirlərin başqa yerlərdə açmasınlar. Bütün məsumların əshab-ı sir deyilən sir səhabələri var idi. Sir səhabələri. O məsumlar sirri məsələləri sir səhabələrinə danışardılar. Deyir, müddəi xas bi ayət və təmaşagah raz, dəstə qeyb aməd o vər sinə-i naməhrəm zəd. Bir nəfər iddialı istəyirdi, sirlər tamaşasına gəlsin, qeybdən bir əl gəldi, onun sinəsinə vurdu. Onun da eybəşin budur ki, əsrar hüveydami kərdi. Onun eybi bu idi ki, sirləri aşkara çıxardırdı. Allah təbarək və Teala'dan müminin irs apardığı sifət budur ki, mümin sir gizlədən olsun, sir saxlayan olsun. Özündən, Allah tərəfindən ona açılan mənəvi qapıları heç kimə danışmasın. Hər kim Allahın ona açdığı mənəvi qapıları danışmazsa, Allah o qapıları biraz da çoxaldar, biraz da genişləndirər, biraz da insana daha artıq fəzilət verər. Bu bir sirin növüdür. İkinci sir növü budur ki, biz kimdənsə bizim yanımızda bir sir var, bir əmanət var. Kimsə bizə bir sirrin danışıb, mömin gedib başqasının sirrini axtarmaz, eybini axtarıb üzə çıxartmaz. Bu müsəlmana yaraşmayan işdir. Amma birdən kiminsə bizim yanımızda sirri olsa, yaxud göz şahidi olsun, qulaq şahidi olsun, nəsə eşitsuyu, mehman olsun, qonaq olsun, nəsə, mömin gərək başqasının sirrinə xəyanət eləməsin. Sirrin gizlətsin, saxlasın. Həzrəti Rəsuldan cahillərin, nadanların xüsusiyyətində gözəl bir hədis var. İslam Peyğəmbəri buyurur ki, nadan insandan yoldaşlıq eləmək, həmsöhbət olmaq imkansızdır. Nadanla, cahillə. Niyə? Deyir, çünki onu yaxınıva bıraxarsan, kiçildər səni. Yaxın bıraxarsan, insanla adam necə yoldaşlıq eləyər? Dostla dost necə yoldaşlıq eləyər? Ya yaxında oturarlar, ya uzaqda qalıb bir-birinə məhəbbət eləyərlər, sevərlər, qayğı göstərərlər. Deyir, cahillə yoldaşlıq imkansızdır. Niyə? Çünki onu yaxın bıraxsın, kiçildər səni cəmaatın içində. Uzaqda saxlasın, dalınca danışar. Sirrivi versin, dağıdar sirrivi. Sirrin sənə danışsa, başqasına da danışar, səni müttəhim eləyər ki, sən açmısan o sirrin. Cahillə yoldaşlıq eləmək imkansızdır. İslam Peyğəmbəri buyurur. Sir məsələsinə də toxunur bu hədisdə. İnsan çalışmalıdır, sirri əhlinə verməlidir, mənəviyyat əhillərinə sir verməlidir. Allah öz sirrin sevdiyi vəlilərə verər, övliyalara verər. Mərhum böyük İslam alimlərindən biri, mərhum Şeyx Cəfər Kaşiful Qita. Kaşiful Qita adı Şeyx Cəfərdir. Kaşiful Qita ərəblər pərdiyə deyirlər. Kaşiful Qita ona ləqəb vermişdilər. Yəni ona qeybin pərdələri açılmışdı. O elə bir şəxsiyyət idi, Şeyx Cəfər. Qeyb pərdələri yox idi. Və insanlar üçün pərdələr var. Bizim bəsirətlərimiz bağlıdır, görmürük. Deyir, ma səmi-i, ma bəsiri, ma xoşim, başıma naməhrəma, ma xamuşim. Bu aləmdə yusəbbihu lillahi ma fis-səmavati və ma fil-ərz. Bu aləmdə hər nə var, hamısı Allaha təsbih deyir. Hamısı Allaha zikr eləyir. Bütün varlıq hamısı Allahı tanıyır. Allaha səcdə eləyir. Allaha təsbih eləyir, həmd eləyir, səna eləyir.
Amma biz onların hamısından bixəbərik. Niyə? Çünki bizi ilə onların arasında pərdələr var. O pərdə ki, Həzrət Əmir buyurdu, "Lav kuşifəl qita məzdəbdu yəqina." Əgər o pərdələr hamısı götürülsə, mənim yəqinimə bir zərrə də artmaz. Həzrət Əmir buyurdu. Mən yəqinin o dərəcəsindəyəm ki, bütün pərdələr götürülsə, qeyblə mənim aramda olan bütün pərdələr götürülsə, bir zərrə yəqinimə artmaz. Bizi ilə qeyb arasında pərdələr var. Bu Kaşiful Qita elə bir şəxsiyyət idi ki, onun alim dostları ona ad qoymuşdular. Şeyx Cəfəri Kaşiful Qita deyirdilər. Yəni pərdələri kəşf edən. Onunla qeyb arasında pərdə yox idi Kaşiful Qita. Ona görə bu ləqəbi vermişdilər ona. Böyük şəxsiyyət idi. Nəcəfdə yaşayırdı Həzrət Əli ibn Əbu Talibin hərəmində. İmam Əli ibn Əbu Talibin dəfn olunduğu şəhərdə, Nəcəf Hövzəsində dərs deyirdi, mərcələrdən idi. Bir gün bütün Nəcəf ətrafında olan insanlar, əkincilər, heyvandarlar hamısı yığışdılar, gəldilər Şeyx Cəfərin yanına. Nəcəfdə quraqlıq olmuşdu. Yəni yağış yağmırdı. Gəldilər mərhum Şeyx Cəfərin yanına, dedilər ki, ağa bizim şəhərimizdə quraqlıq olub, yağış yağmır. Allah bizdən rəhmət yağışını kəsib. Heyvanlarımız susuzdan qırılır, əkin sahələrimiz yanır. Biz neyniyək? Mərhum Şeyx Cəfər İslamın hökmün olaraq buyurdu. Buyurdu ki, belə hallarda Həzrət Peyğəmbər buyurub ki, gedərsiniz istisqa namazı qılarsınız, yəni yağış namazı qılarsınız. Gedin 3 gün oruç tutun, 3 gündən sonra gələrsiniz, çıxarıq səhrada, yağış namazı qılarıq, istisqa qılarıq. Bunlar belə də eləyirlər. 3 gündən sonra çıxırlar səhrada, namaz qılırlar, yağış yağmır. İndi hər yerdə söz gəzdirən insanlar var da, görürsən o böyüdərlər sözü, böyüdürlər mərhum Şeyx Cəfərin sözünü. Deyirlər ki, hava biraz isti idi. Şeyx Cəfər müştehidimiz gəldi, namaz qıldı ki, yağış yağsın, hava biraz da isindi. Yağış yağmadı heç, hava biraz da isindi. Bu münafiqlər ki, Peyğəmbəri incidirdilər, Peyğəmbərdən sonra Əlini incitdilər, sonra bütün əhl-i beyti bir-bir incitdilər, gəldilər, çatdılar məraciyə, müştehidlərə. Hamısını başladılar incitməyə, alimlərə, hamını incitdilər, münafiqlər. Bunlar Şeyx Cəfəri də incitdilər. Dedilər ki, yağış yağmadı, əməli salih döyürmüş bizim mərcəmizin. İmam Rıza namaz qılmışdı, yağış yağmışdı. Və bunlar qılanda niyə yağmır? Mərhum Şeyx Cəfər narahat oldu. Getdi Əli ibn Əbu Talibin hərəminə. 2 rəkət namaz qıldı, ziyarət elədi. Dedi, Mevlaya, ağa, mən narahatam, amma narahatlığım özümə görə deyir. Mən özümü hələ də Cüeyfər bilirəm. Ərəblər o ismi təsğir deyirlər, müsəğğir, yəni ismin kiçildilmiş formasıdır. Məsələn, Həsən, Hüseyn. Hüseyn yəni xırda gözəl, balaca gözəl. Həsən gözəl deməkdir. Hüseyn o kiçildilmiş ismin formasıdır. Cəfərə ərəblər Cüeyfər deyərlər. Bu dedi ki, ağa Əli, Mevlaya, mən hələ də özümü Cüeyfər bilirəm. Mən kiçik olanda mənə deyərdilər ki, Cüeyfər, gəbra. Mən indi olmuşam Şeyx Cəfəri Kaşiful Qita, amma hələ də özümü Cüeyfər bilirəm sənin qapında. Bütün aləm məni tanıyırlar, mən mərcəyə təqlidəm. Amma bugün narahatçılığım buna görə deyir ki, mən mərcəyə təqlidəm. Narahatçılığım buna görədir ki, ağa mən hər kiməm, sizin qapınızın adı var üstümdə. Mən Əhl-i Beytin alimiyəm. Mən Hüseynin məktəbinin alimiyəm. Mən Əlinin məktəbinin alimiyəm. Mən Həsənin məktəbinin alimiyəm. Hər kim oluram, olum, sizin adınız var axı üstümdə. Ağa mən sizin adınıza görə narahatam, özümə görə narahat deyirəm. Və niyə mən getdim, namaz qıldım, yağış yağmadı? Sonra gəlir evində yatır, Əli ibn Əbu Talib girir bu Şeyx Cəfərin yuxusuna. Deyir, Şeyx, Nəcəf əhli o qədər günah ediblər, Allah onlardan rəhmət yağışını kəsib. Bu Şeyx Cəfərin həyatında var bu hadisə. Və ağa neyniyək? Deyir, Nəcəfdə bir nəfər cavan var. Əgər o cavan dua eləsə, Allah onun duasını rədd eləməz. Əli ibn Əbu Talib buyurur. İndi bütün insanlar hamısı qaçırlar alimlərin qapısına. Hamısı gəlirlər mərcələrin qapısına. Əli ibn Əbu Talib mərcəyə təqlidi göndərir bir dənə cavanın qapısına. Nə sirdir bu? Deyirlər, o cavan dua eləsə, Allah onun duasını rədd eləməz. Əli kimdir bu cavan? Əli ibn Əbu Talib Şeyx Cəfərə onun nişanələrini deyir. Səhər
yuxudan qalxır, namazdan sonra deyir, göndərdim adamlarımı, getsinlər bu cavanı gətirsinlər, görün bu kimdir. Getdilər, gətirdilər, elə mən yerimdə otura bilmirdim, Şeyx Cəfər deyir. Otururdum, dururdum, həyəcanla, streslə gözləyirdim ki, bu cavan gəlsin, görün bu kimdir. Bu kimdir ki, biz bütün insanlar çıxmışıq, istisqa qılmışıq, yağış yağmayıb, Əli ibn Əbu Talib sifariş edir, bu cavan namaz qılsın. Dua eləsin, Allah rəhmət yağışını göndərsin. Bu cavan girdi içəri, baxdım, deyir, gözləyirdim ki, məsələn, bəəmmami piço biçət qəsəm, bəfəzl-i kəmalatı hiçət qəsəm, məsələn, elə bilirdim ki, bir dənə əmmaməli adam gələcək, belə bir böyük şəxsiyyət, saqqal uzun, belə, görmürsünüz də o vəhabilər necə saqqal saxlayırlar. Allah onları düz yola çəksin inşallah. Onların tezliyi ilə hidayət olması üçün ucalı bir salavat inayət ediyor. Məsələ saqqalın uzunluğunda deyil. Deyir, mən gözləyirdim, belə bir insan girər içəri, gördüm bir nəfər girdi içəri, bir dənə cavan oğlandı, sıradan bir dənə sizi kimi. Bir cavan daxil oldu içəri. Deyir, elə qoymadım onu içəri girsin, qapının ağzından dedim ki, cavan, sən deyəsən daimuz zikirsən. Sən çox zikir edirsən deyəsən. Deyir, yox, vallahi mən zikirzad bilmərəm. Cavan deyir. Deyir, dedim, onda sən daimus səlahsan, sən həmişə namaz qılırsan. Deyir, yox, mən vacib namazlarımı güclə qılaram. Dedim, onda sən daimus somsan, həmişə oruç tutursan. Dedi, yox, mən oruç bir il Ramazanda. Onda kimsə ariflərdən, övliyalardan sənə bir zikri öyrədib, sən o zikrin vasitəsi ilə bu məqama çatmısan. Deyir, vallahi mən məqam da bilmirəm, zikir də bilmirəm. Deyir, dedim, bə cavan, səndə nə var? Əli ibn Əbu Talib sifariş edir ki, sən dua eləyəsən, Allah Nəcəfə yağış göndərsin. Səndə nə var? Deyir, o cavan oturdu, dizlərini qucaqladı, başladı ağlamağa. Dedi, mənim heç bir fəzilətdə əməlim yoxdur. Amma bir nəfər insanın canın qorumaq üçün mənim yanımda açıldığı sirrin gizlətmişəm. Öz abrım gedib, özüm biabır olmuşam, özüm özümə nifrət eləmişəm, özüm özümü bağışlaya bilməmişəm. Amma onun canını qorumaq üçün onun sirrini gizlədib saxlamışam. Yəqin ki, Əli ibn Əbu Talib mənim bu sir saxlamağımı, Allahın sifətini özümdə canlandırmağımı nəzərə alıb. Sonra deyir, mən ona dedim ki, indi sən o sirri mənə danış. Mərhum Şeyx Cəfər buyurur. O sirri mənə danış. Soruşdum, dedi, yo, mən söz vermişəm. Dedim, kimə təqlid edirsən? Dedi, sizə. Dedim, mən ki, sənin mərcəyə təqlidinəm, sənə əmr edirəm, o sirri danış mənə. Mərhum Şeyx Cəfər Kaşiful Qitaya o cavan o sirri danışır. İnşallah o sirri gələrsiniz cümə günü məclislərdə Hacı Asif sizə danışacaq. Hacı Asifin səlamətçiliyini ucalı bir salavatına ayət edin inşallah. Yəni bu sizin ora gəlməyinizə görə mən onu danışmıram. Gələrsiniz məsciddə eşidəsiniz inşallah onu, Allahın izni ilə. Yoxsa danışdı, hər nə qusardı, deyirsiniz bilirik hər şeyi, getməyək. Deyir, mən bir sir gizlətmişəm, ona görə Allah mənim bu məqamımı insanlara göstərdi və mənə bu məqamı verdi. O sirri danışandan sonra o qədər böyük sirriydi o qədər cürət istəyirdi, o qədər qeyrət istəyirdi onu gizlətmək, onu açmamaq, özün fəda eləmək. Mərhum Şeyx Cəfər buyurur ki, sən elə bilirsən kiçik bir iş görmüsən. Həqqıdır ki, mən düşüm oturum aşağıda, sən oturasan mənim yerimdə burada, rəhbərlik edəsən. O qədər böyük bir məsələdir. Sən elə bilirsən balaca iş görmüsən. Mömin olması üçün, müsəlman olması üçün Allahdan irs apardığı birinci sifət ixfa-ı sir, sir gizlətmək. Allahın işi adlarından biri də budur. Allah səttarəl-uyubdur. Allah eyiblərin üstünü örtəndir. Allah, Həzrəti Rəsul Meyrajda Allaha ərz edir ki, ilahi, qiyamət səhnələrini görəndən sonra deyir, ilahi, olarmı mənim ümmətimin günahların, eyiblərin başqa ümmətlərin peyğəmbərləri görməsin. Allah təbarək və teala o qədər rəufdur, mehribandır, səttarəl-uyubdur. Buyurur, ey mənim rəsulum, mən sənin ümmətinin eyiblərin sənin də yanında açmayacam. Gör, Allah nə qədər qayğı keçdi, nə qədər insanı sevir, nə qədər sir gizlədəndir.
Biz bu sifəti Allahdan irsə aparmalıyıq kamil insan olmaq üçün. Bu bir. İkinci buyurur, ikinci sifət mömin kamil olması üçün Peyğəmbərdən irsə aparmalıdır. Bizim əqidəmizə görə əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah sallallahu aleyhi və səlləm. Əşhədü ənə əmirəl müminən Aliyyən vəliyullah. 3 dənə Allah, Peyğəmbər, vəli, imam. Kamil insanları yola gətirmək üçün Allah bu 2 nəfəri göndərdi. Peyğəmbər və imamı. Buyurur, kamil olmaq istəyirsən, 1. Məndən bir dənə sifət irsə apar. 2. Peyğəmbərdən bir dənə sifət irsə apar. Peyğəmbərdən sifət hansı sifətdir? Biz hansı sifəti irsə aparmalıyıq Həzrəti Rəsuldan və başqa peyğəmbərlərdən? Husnul xolq, gözəl əxlaq sahibi olmaq. Həzrəti Rəsul buyurur ki, İnnəmə bu'istu liutəmmimə məkariməl əxlaq. Mənim peyğəmbərliyə seçilməyimin səbəbi gözəl əxlaqları insanlara çatdırmaq idi. Gözəl əxlaqı çatdırmaq. İslam əxlaqla tanınır. Əxlaqı olmayan müsəlmançılıq iddiası eləməsin. İslam əxlaq üzərində qurulub. İspaniyada, keçmiş İspaniyada indi İspaniya 4 hissəyə bölünür. Orada bir hissəsinin adı Andalosdur. Hələ indi də elə deyirlər. Məhrum bir məntəqədir ora. Bütün İspaniyaya keçmişdə Andalos deyirdilər. Orada müsəlmanlar yaşayırdılar Andalosda. Bir gün nəsranilər hamısı bu müsəlmançılığı aradan aparmaq üçün plan çəkirdilər. Dedilər, biz müsəlmançılığı aradan aparmalıyıq ki, bu insanlar dönüb Məsihi olsunlar, bu müsəlmanlar. Necə eləyək, heç kimin, dedilər, incidin, dövlət işlərində, idarə işlərində müsəlmanlar sizə müraciət edəndə onları incidin, qoyun onlar üz döndərsinlər İslamdan. Bu idarədə işləyənlər yuxarılara məktub yazırlar. Yazırlar ki, biz ki bilmirik kim müsəlmandır, heç kimin alnında müsəlman yazılmayıb. Onlar yuxarıdan cavab yazırlar, bu cavab arxivə düşüb. Yazırlar ki, baxın, görün kim səliqəli geyinib, kim küçədə özün əxlaqlı aparır, kim ətirdən çox istifadə eləyir, kimin üzündən mənəviyyat damır, bilin o İslamçıdır, müsəlmandır. Bu müsəlmançılığın rəmzidir. Küçədə əxlaqla yerimək, əxlaqı qoruyub saxlamaq, gələnə yoldaş, gedənə qardaş olmamaq, bu İslamın rəmzidir, müsəlmançılığın rəmzidir. Peyğəmbərdən möminin irsə apardığı sifət husnul xolqdir, gözəl əxlaq. Əxlaq bilirsiniz nədir? Xolq sözünün cəmidir. Ərəblərdə bir xəlq var, bir də xolq var. Ərəb dili bilənlər bilir, zəmmə ilə fəthə ayırır onları bir-birindən. Xolq və xəlq. Xolq batinə deyilir, xəlq zahirə deyilir. Ərəblər deyirlər, Əhmədin xolqu da gözəldir, xəlqi də gözəldir. Yəni, həm surəti gözəldir, həm batini gözəldir. Əxlaq batini formanın gözəlliyinə deyilir. 4 dənə qüvvə, qəzəb qüvvəsi, şəhvət qüvvəsi, elm qüvvəsi və ədalət qüvvəsi. Bu 4 qüvvə necə görürsünüz? Seyyid Əzim necə deyir? Deyir ki, bir nəfər kəman əbru, siyah geysu, bir dənə xanımın vəsf eləyəndə, yaxud bir ağanı, bir kişini vəsf eləyəndə gözəlliyi, deyir ki, höyrüklər belə uzun, qaşlar belə, belə deyirlər də, zahiri gözəlliyin nişanələri budur. Bəs batini gözəlliyin nişanələri nədir? Batini gözəlliyin nişanəsi o 4 dənə qüvvənin normal həddə olmasıdır. Qəzəb qüvvəsi aşağı olmamalıdır ki, insan qorxaq olsun. Yuxarıda olmamalıdır ki, insan qəddar olsun. Orta həddə olmalıdır, ona deyirlər qeyrət. Şəhvət qüvvəsi aşağı olmamalıdır ki, insan nəsli kəsilsin, nəsil soy içsin. Yuxarı olmamalıdır ki, insan iffətsizliyə, ismətsizliyə tərəf geçsin. Orta həddə olanda ona deyirlər iffət, ismət. Elm qüvvəsi həm yuxarı hədd, həm orta həddə hikmət deyilir əməllə bərabər. Ədalət qüvvəsi də insanlarda olmalıdır. Bu 4 dənə qüvvə gözələndən sonra olur hüsnul xolq, gözəl əxlaq. İmamdan möminin irsə apardığı sifət əs-sabr, səbirli olmaq, səbr eləmək. İmam Sadiq əleyhissalam buyurur ki, səbr 3 qismə bölünür. İbadət vaxtı səbr, günahla üzləşəndə səbr, müsibətlə üzləşəndə səbr. Mən mövzunu bura gətirib çıxartmaq istəyirdim. İnşallah hacağadan istifadə eləyəcəyik. Səbr nəyə deyilir, bilirsiniz?
Görürsüz, yay vaxtında Ramazan orucu tuturlar. Mən Kazanda yaşayıram. Oruç tuturlar. Möminləri axtarırdım. Hardasınız siz? Dedilər filan yerdə çayın qırağında. Getdim gördüm ki, Kazanda nə qədər tanıdığım mömin var. Hamı yığışıb o çayın qırağına sərinləşməyə. Bu səbirsizlikdən irəli gələn bir məsələdir. İbadətdə səbirli olmalısan. O qızmar günəşdə dözməlisən, səbir eləməlisən. Yaxud görürsən, bəzi adam var 4 rəkətli namazı 2 dəqiqəyə qılır səbirsizlikdən. Bəzi adam var elə amandadır ki, bir dənə günah olsaydı, düşsəydi eləyərdim. Bir günah düşsəydi onu eləyərdim. Biri olsaydı alladardın, naməhrəmə baxardın, xalqın namusuna baxardın. Gözləyirlər də belə adamlar var. Şeytan o qədər onlara müsəllət olur. Amma mömin bu məsələlərdən uzaqdır. Möminin bütün məsələlərdə səbri var. Həm günahla üzləşəndə səbr eləmək, ibadətdə səbr eləmək və məsiyyətdə səbr eləmək. Səbr müsibətdə səbr necə olur? Bəzi adamlar deyir ki, məcburuq da qismətlə barışaq. Başımıza gəlib. Atalar sözü deyirlər, başa gələn çəkilər. Və bunlar düzdür. Bunlar səbri ifadə eləmir bu kəlmələr. Məcburuq qismətlə barışaq, yaxud başa gələn çəkilər. Səbri ifadə eləyir İmam Hüseyin əleyhissalamın hadisəsi. Müsibətlə üzləşəndə səbr nə deməkdir? İmam Hüseyin onu bizə öyrədir. Deyir, bu fəna mülküdə heç kim bu qədər qəm çəkə bilməz. Bu məktəbdən deyirəm sizə, hərəsindən bir beyt deyəcəm. Sonra Hacığa inşallah feyzə çatdırar biz. Zeynəb necə səbr eləyirdi? Bu fəna mülküdə heç kim bu qədər qəm çəkə bilməz. Zeynəbin çəkdiyi bu qüssəni aləm çəkə bilməz. Bütün aləm yığışsın, gəlsinlər Həzrət Zeynəbin tək çəkdiyi dərdi, qəmi, qüssəni çəksinlər, eləyə bilməzdir. Bu fəna mülküdə heç kim bu qədər qəm çəkə bilməz. Zeynəbin çəkdiyi bu qüssəni aləm çəkə bilməz. 7 qardaşı əlindən gedə bir gündə bacı, bu elə dərddir ki, heç bir bəni Adəm çəkə bilməz. Həzrət Zeynəbin qüssəsini heç kim çəkə bilməz. İndi İmam Hüseyin nə edirdi? Həzrət Hüseyin ibn Əli. Bu nə sevdadır Hüseynin başına düşmüş əcəb. Əhli beytün gətirib kərb-i bəlaya nə səbəb? Bunu dərk etməz əgər olsa əcəm, olsa ərəb, bu onun sirridir ancaq Xaliqi Sübhan bilər. Can nədir, canan nədir, canana qurban can nədir? Eşq nədir, aşiq nədir, ol aşiqi nalan bilər. Sorsalar ki, ey bəni Adəm, nədir mənayı eşq? Söylə mənası Hüseyndir, can ilən canan bilər. Bu Hüseynin səbri idi. Bu Hüseyin idi ki, deyirdi ki, ellər köçəndə ellərimə ağlayın mənim. Güllər solanda güllərimə ağlayın mənim. Ahu görəndə əkbərimi yad üzə salın, quş can verəndə əsqərimə ağlayın mənim. Bu səbr idi. Hüseyin fikrində yox mənsəb, yaratdığı öylə bir məktəb, buyurdu Həzrəti Zeynəb, nə gördüm hamısı zibadır. Ma rəaytu illa cəmilə. Və bunu Hüseyin yaratmışdı. Bu səbirdir. Dedilər, gördün Allah sizi ilə neynədi, necə sizi xar elədi Həzrəti Zeynəbə. Həzrəti Zeynəb buyurdu ki, mən gözəllikdən başqa heç nə görmədim. Nə dünyadı, nə üqbadı, nə xülyadı, nə röyadı. Görən ya Rəb nə sevdadı, Hüseyin başında peydadı. O gün ki Aşura oldu, bu səhra por bəla oldu. Bir ismi Kərbəla oldu, biri eşq adlı səhradı. Görən ya Rəb nə sevdadı, Hüseyin başında peydadı. Hüseyin fikrində yox mənsəb, yaratdığı öylə bir məktəb, buyurdu Həzrəti Zeynəb, nə gördüm hamısı zibadı. İgid qamət mələk üzlü, şücaətli, ala gözlü, gedib əldən Əbülfəzli, bu Mövla indi tənhadır. Görən ya Rəb nə sevdadır, Hüseyin başında peydadır. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Sallallahu ala nebiyyina və alihi salavat. Allahumma salli ala